Salam əziz həmkarlar. ABC sınaq 2 ümumi biokimya, yəni bura aiddir biokimyadır, çoxalma ontogenezdir, monosaxaridlərə aiddir. Baxın, galaktoza monosaxariddir. Laktoza, selluloza, maltoza, saxaroza, selluloza polisaxariddir. Maltoza, saxaroza, laktoza da disaxariddir. Deməli, biri aid oldu A. Verilən bakteriyalardan hansı xarici mühitdən karbon qazının miqdarını azaldıb, oksigen artırır? Yəni, xarici mühitdə oksigen sintez edən bakteriyanı götürəsiniz. Bu da Cyanobacteriadır, Y. Endoderma mənşəlidir. Sidik hissəsinin epitelisi elə endoderma mənşəlidir, A. Meyvənin verilmiş hissələrindən hansında ana bitkinin əlamətləri üstünlük təşkil edir? Məsələn, ruşeyn hüceyrəsini sperm və yumurta hüceyrə əmələ gətirir, bu bərabərdir. Toxumun qabıq hüceyrəsi anadan əmələ gəlir, meyvə yanlıq hüceyrəsi anadan əmələ gəlir. Endospermi də ana bitkidə mərkəzi hüceyrə, bir də bir dənə sperm. Mərkəzi hüceyrə 2 xromosom dəstinə malikdir, spermin. Deməli, endospermdə də ana hüceyrə üstünlük təşkil eləyir. Bu da oldu 2, 3, 4, D bəndi. Meyozu mitozdan fərqləndirən əsas əlamətlər birinci profazada gedən Krasingoverlə konjugasiya, bir də birinci anafazada olan belə deyim, xromosomların qütblərə çəkilməsi. Bu da olur C bəndi. Birinci anafaza, birinci profaza. Verilənlərdən hansı eyni ruşeyn vərəqindən formalaşmışdır? Məsələn, baxın, cinsiyyət sistemi, bir də limfa sistemi. Hər ikisi mezoderma mənşəlidir. Bu da olur elə A bəndi. Canlı hüceyrənin tərkibində olan maddələrin miqdarına münasibət necədir? Aha, deməli, hüceyrənin çox hissəsi özünüz bilirsiniz ki, canlı hüceyrənin çox hissəsini su təşkil edir. Daha sonra olacaq üzvü maddə, bir də olacaq mineral duzlar. Bu da eləyir B variantı. Deməli, su, üzvü maddə, sonda da mineral duzlar. Cədvələ əsasən X plus Y ifadəsini tapın. Atın diploid xromosom dəsti 62-dir. Somatik hüceyrəsinin bir nüvəsindəki cinsiyyət xromosomlarının sayı 2, qametindəki autosom. Baxın, bunun 2-ni bərabərdir, 64 diploid deyir. Deyir, somatik hüceyrəsinin bir nüvəsindəki cinsiyyət xromosomlarının sayı. Somatik hüceyrə dediyi üçün cinsiyyət xromosomunun sayı 2-yə bərabərdir. Qametindəki autosom xromosomların sayı. 64-ü bölürəm 2-yə, tapıram ki, mənim 32 dənə qametimdə xromosom var. 32-dən də 1-in çıxıram, yerdə qalan 31 dənə qametimdə olur autosom xromosomu. Y-i də tapdım 31. İndi məndən X plus Y cəmin soruşur. 31-in üzərinə də 2 gələndə eləyir 33. Bu da oldu B bəndi. Zülal molekulunun translasiya zamanı, transkripsiya yox ha, translasiya zamanı 90 molekul su ayrılmışdır. Baxın, translasiya zamanı bu zülalı kodlaşdıran hissəsində transkripsiya zamanı N-1 bərabərdir 60, N də bərabərdir 61. Tapdım ki, mənim 61 nukleotidim var. Transkripsiyada da 3N-1 sayda nə ayrılır? Su ayrılır. 3'ü vuracam 61'ə, çıxacam 1'in. Suyun molunu tapacam. 3'ü 61'ə vurdum, çıxdım 1'in. Bu da eləyir 182 mol su. Qramla soruşduğu üçün onu da vuram 18'ə. Bu da eləyir 3276 qram. Bu da elədi B variantı. Diploid hüceyrənin 4 xromosomunda olan bir canlıya aid mərhələlərdən hansı mitoz bölünmə zamanı baş verə bilməz? Baxıram ki, elə A variantında qütblərə xromosomlar çəkilib tam. Mitoz bölünmədə qütblərə tam xromosom çəkilə bilməz axı, elə A variantı baş verməz. İki eyni ölçülü hissəciklərdən ibarət olan hüceyrə orqanoidi haqqında hansı fikir yanlışdır? Eyni ölçülü hissəciklərdirsə, bu hüceyrə mərkəzidir, yəni sentriollar. Ali bitkilərdə olmur, ali heyvanlarda olur, membransızdır, hissələri biri-birinə perpendikulyardır, düzdür, amma zülal sintezini həyata keçirir, səhvdir. Hüceyrədə erintəyə harada rast gəlmək olmaz. Nüvədə var, ribosomda var, nüvəcikdə var, sitoplazmada var, amma sentrosomda erintəmiz bizim yoxdur.
Hüceyrənin bölünməsi zamanı bölünmə vətərlərinin əmələ gəlməyə başlaması olur profaza, başa çatması da olur metafaza. Bu deyir B variantı. Eyni növə aid olan fərdlər arasında müxtəlifliyin meydana çıxması asılıdır. DNT-dəki nukleotid növündən, o hamısı adenin, guanin, sitozin, timin, hüceyrədə ribosom sayılır, amma DNT-dəki nukleotid ardıcıllığından asılı ola bilər. Yəni, eyni növə aid olan fərdlər arasındakı müxtəlifliyin meydana çıxması DNT-dəki nukleotidin ardıcıllığından asılı ola bilər. O da oldu Y bəndi. Zülalın tərkibində olan amin turşu radikallarının kütlələrinin cəmi 9180-dir. Mən bilirəm ki, sərbəst halda 54-dür radikal. 9180-i bölürəm 54-ə, amin turşularının sayını tapıram. 9180 bölək 54. Deməli, mənim burada 170 amin turşum var. Deyir, bu zülalın tərkibində 2 peptid rabitənin əmələ gəlməsində iştirak edən amin turşuların sayı. Zəncirin bir əvvəlindəki, bir sonundakı bir peptid rabitə əmələ gətirir. 170-dən də çıxıram bir dənə əvvəli, bir dənə sonu. Yerdə qalan 168 dənə 2 peptid rabitənin əmələ gəlməsində iştirak eləyir. Bu deyir D variantı. Uyğunluğu müəyyən edin. Epitel toxumasının şişləri, papilloma, məsələn buradan, birləşdirici toxuma da fibrioma ilə lipoma oldu 2, 5, 6. Bu deyir A variantı. Toxumluğun yetişmə zonasına daxil olmuş, toxumluğun yetişmə zonasının sonunda 4 dənə spermatozoid yaranır, 4-in. Mən də bilirəm ki, A-som deyəndə N-in qarşısındakı rəqəmi çıxıram. 4-in çıxaq 4 bərabərdir 80-ə. Buradan 4-in bərabərdir 84, N də bərabərdir 21. Aha. Bu canlının somatik hüceyrəsi 21 dənə olur A-somu. 21-in üzərinə də bir dənə cinsini gələm. Yerdə qalan 22 dənə nədir bunun? Nəyə səhv getdim burada mən? 84-ü 4-ə böləndə 21 düşür. 21 üzrə 1 gəldi 22 düşür. Aha. 22-ni tapdım. İndi mənə deyir ki, bu canlının somatik hüceyrəsinin nüvəsində neçə xromosom var? 22-ni də 2-yə vuranda eləyir 44. Bir də baxaq, deyir toxumluğun yetişmə zonasının sonunda əmələ gəlmiş bir hüceyrədən sonda əmələ gələn spermatozoidlərdən mənim 4 dənə spermatozoidim olur, 4-in. Hərəsində də bir dənə cinsini çıxıram, yəni 4 dənəni çıxanda yerdə qalır A-somum. 4-in çıx 4 bərabərdir 80. 84-ü mən 4-ə böləndə N də bərabərdir, düşür olur mənim 21-im. Bu 21-im mənim A-som deyil, üzrlə hesab eləyin. Bu 21 ümumilikcə buradan A-somu tapdım da 21 gametimin xromosomudur. İndi somatik hüceyrə də deyəndə 21-im N-dir. Somatikim neçə eləyir? 2-in. 2-in də bərabərdir. 2 vuraq 21, bu deyir 42. Yenə deyirəm, burada onsuz da mən 4-dən N-i çıxıb 80 yazmışam da, bu 4-ü çıxıb A-somu yazmışam. Neynirəm bir də üzərinə 1 gəlib? Buradan aldığım N qametdəki xromosom sayıdır 21. Məndə qametdə amma diploid 2-ni soruşur. Somatik diploiddir. 2-ni də 21-ə vuranda eləyir 42. C variantı. Zülalların biosintezinin birinci mərhələsi ilə bağlı. Birinci mərhələ nədir? Transkripsiya. Transkripsiya ilə bağlı düzgün fikirləri seçin. Sitoplazmada gedə bilər. DNT harda varsa gedir, doğrudur. Mərhələnin sonunda polinukleotid sintez olunur, bəli. Məsələn, transkripsiya nəticəsində RNT-nin növləri sintez olunur. Polisomda zülal translasiya gedir. Prosesdə 4 növ nukleotid yox, DNT və RNT olduğu üçün 8 növ nukleotid iştirak eləyir. İki membranlı orqanoid, mitoxondri və xloroplastın DNT-si olduğu üçün gedə bilər. Prosesin sonunda polipeptid yox, polipeptid translasiyada sintez olunur. Deməli oldu burada 1, 2, 5 A variantı. Şəkildə meyoz bölünməyə aid fazalar göstərilmişdir. Bunlardan ikinci meyoz bölünməyə aiddir. Məndən ikinci meyoz bölünməni soruşur. Şəkil biraz bulanıq düşüb, yaxınlaşdıraq baxaq. Məsələn, aya baxıram ki, xromosomlar ekvator boyu düzülüb. Bu xromosomları dartıb xromatidləri ayıracaq. Bəli, bir xromosoma 2 dənə xromatid birləşib. Bu olur ikinci meyoz. B-yə baxıram ki, qütblərə xromosomlar çəkilib. B ikinci meyoz deyil, üzərindən bir xətt çəkirəm. Sonra C-yə baxıram ki, burada qütblər metafaza lövhəsində xromosomlar düzülüb. Bu meyoz 1-dir.
D-yə baxıram, sərbəst xromosomlar, bəli, bu meyoz 2-dir. Y-ə də baxıram ki, qütblərə xromatitlər çəkilib, bəli, bu da meyoz 2-dir. Olur A, D, Y. Bu da oldu B variantı. Fotosintez sürətinin havadakı karbon qazının miqdarından asıllıq qrafiki harada doğru göstərilmişdir. Karbon qazının miqdarından əvvəlcə artır, sonra stabilləşir. Bu da eləyir C variantı. Sxem işarəsinin yerinə nə yazılmalıdır? Hüceyrədə sərbəst amin turşularının sayını azaldır. Deməli, zülal sintez eləyir. Bütün hüceyrələrdə olur. Deməli, ribosom. Polisom adlanan qruplar şəklində olur ribosom. Bu da eləyir elə B variantı. Nöqtələrin yerinə uyğun gələn sözü yazın. İnterferon viruslarının təsirinə qarşı insan orqanizmdə sintez olan interferon zülaldır. Bu da eləyir D bəndi. Çoxhüceyrəli heyvan orqanizmində yumurtalığın yetişmə zonasının sonunda cəmi 20 hüceyrə əmələ gəlib. Maksimum neçə hüceyrə mayalanma zamanı erkək qametlə birləşə bilər? Bax, çoxhüceyrəli heyvan orqanizmində deyir yumurtalığın yetişmə zonasının sonunda cəmi 20 dənə hüceyrə əmələ gəlib. Mən də bilirəm ki, bir dənə başlanğıc hüceyrə daxil olanda 4 əmələ gəlir. 20 dənə hüceyrə neçə başlanğıc hüceyrədən? 5 dənə başlanğıc hüceyrədən. Mənim başlanğıc hüceyrə sayı qədər də qametim var. Yəni elə 5 dənə də qametim var. Maksimum dediyi üçün elə bu 5 qametin 5-i də erkəyə başlanğıc verəcək. Bu da eləyir C variantı. Hansı canlılar işıq enerjisindən istifadə edərək üzvü maddə əmələ gətirir? Məsələn, mən bakteriyaları götürə bilərəm, bir də bitkiləri götürə bilərəm. Çünki işıq enerjisindən istifadə eləyirlər. Gəlin baxaq. Nüvəsiz fototrof, bəli, bakteriyalar 1, nüvəsiz xemotrof xeyir, nüvəli heterotrof xeyir, nüvəsiz heterotrof xeyir, bir də nüvəli fototrof, yəni bitkilər, fotosintez edən. Bu da oldu 1-5. DNT molekulunda cəmi 4800 nukleotid vardır. Əgər molekulunda timin sitozinə 1-in 3-ə olarsa, bu DNT molekulunda neçə hidrogen var? Bax, mənim burada bir dənə timinim var. Aha, 3 dənə də sitozinim var. Minimala gətirirəm. Aha, bu timinin qarşısında durur adenin, sitozinlərin də qarşısında durur guanin. Baxıram, timinlə adenin arasında 2 qat, sitozinlə guanin 3, sitozinlə guanin 3, sitozinlə guanin 3. Burada 2, 4, 6, 8. 8 dənə nukleotid olanda görüm nə qədər hidrogen rabitəm var. 3, 3, 6, 9, 2 də bu 11. Və 4800 nukleotid olanda nə qədər hidrogen rabitəm olur? X də bərabərdir. 4800-ü vurursunuz 11-ə, bölürsünüz 8-ə. Bu da eləyir 6600. Yəni, burada B bəndi. Minimala gətirib rahat tapa bilərik. Verilən fikirlərdən hansı doğrudur? DNT molekulunda timin nukleotidi maksimum 3 ədəd səhvdir. Timin və adenin zəncirin əvvəlində və sonunda olanda 3, ortada olanda 4, yəni maksimum 4 rabitə əmələ gətirir. DNT molekulunun ikiləşməsi zamanı hidrogen rabitənin əmələ gəlməsi nəticəsində nukleotidlərin sayından bir vahidi az su molekulu ayrılır. DNT molekulunun peptid rabitə bir vahid az olur, hidrogen rabitə yox. Yəni B də səhvdir. DNT-də sitozin nukleotidi ilə başa çatan tripletlərin 15 növü amin turşunun kodlaşdırmasında iştirak eləyir. Mənim nukleotidlərim 4+3 birləşir. Bu deyir 64 kombinasiya. Bunun 16-sı düşür guaninə, 16-sı düşür sitozinə, 16-sı düşür adeninə, 16-sı da düşür timinə. İndi mənə deyir ki, DNT-də sitozin nukleotidi ilə başa çatan. Mənim də stop kodlarım ATT, ATS, bir də AS'dir. Mənim 16 dənə nukleotidim sitozindir. Bunun da biri sitozinlə bitir. Yəni 16 dənədən biri stopdur. Yerdə qalan 15-i həqiqətən də kodlaşdırır. Elə C variantı doğrudur. Ölçüsü adenin nukleotidinə bərabər olan nukleotid, yəni guanin molekulu maksimum 4 səhvdir. Zəncirin əvvəlində və sonunda 4, ortasında 5, maksimum 5 rabitə əmələ gətirir. Hər bir DNT molekulu adeninlə başlayıb timinlə bitir, bu da səhvdir. Deməli, doğrum oldu C bəndi.
DNT molekulunun əmələ gəlməsi zamanı 542 mol su ayrılmışdı. Molekul dediyi üçün N-2 ilə yazacağım. N-2 bərabərdir 542, N də bərabərdir. Burada var mənim 544 nukleotidim. Bu DNT molekulunda 3 qat hidrogen rabitənin sayı 102 ədəd olarsa, 3 qat rabitəni nə əmələ gətirir? Guanin və sitozin. Deməli, guaninin sayı da 102-dir, sitozinin sayı da 102-dir. Məndən ümumi hidrogen rabitən bərabərdir. Ümumi nukleotlər üstə gələk guanin. Ümumi nukleoti tapdım 544. 544 üstə gələk 102. 4-ün üstünə 2, 6, 4, 5-in də üstünə 1, 6. Bu deyir 646, Y variantı. Cədvələ əsasən X plus Y qiymətini tapın. Azot növlərinin sayı adenin, guanin, sitozin, timin, urasil 5. Nukleotidlər də 4 dənə DNT-dədir. Adenin, guanin, sitozin, timin. 4 dənə də RNT-də. Adenin, guanin, sitozin, urasil. Çünki nukleotidlərin tərkibində pentoza var. DNT-də dezoksiriboza, RNT-də də riboz olur. Yəni bu da oldu 8. 8 ilə 5-in cəmi də 13. Bu deyilir D variantı. Tetraploid çiçəkli bitkinin, belə deyəndə çəkin, tozcuğu heksaploid çiçəkli bitkini tozlandırmışdı. Deməli, heksaploidim ana bitkidir. Mərkəzim olur 6-in, yumurta hüceyrəm olur 2-in. Baxıram ki, tetraploid deyir. Deməli, mənim spermlərim də bunun yarısı 2-indir. İndi mənə nə deyir? Maylanma zamanı əmələ gələn endospermi. Endospermi nə əmələ gətirir? Mərkəzi hüceyrə, üstə gələ sperm. Mərkəzi hüceyrəm nə qədərdir? 6-in. Spermi nə tapdım? 2-in. Bu deyil 28-in. Elə D variantı. Mezoderma mənşəlidir. Ağız epitelisi ektodermadır. Amma limfa sistemi mezodermadır. Elə B bəndi. Aşağıdakı canlıların hansılarının Y cinsiyyət xromosomlu qametlərində hərəkət orqanoidi ola bilməz? Deməli, mənim dişim heteroqametdir. Dişim XY-dir ki, yumurta hüceyrə versin ki, bu da hərəkət orqanoidi olmasın. Məsələn, inəyə baxıram, inəyin erkəyi XY-dir, hərəkətlidir. Daha sonra sərçəyə baxıram, bəli, sərçənin dişisi XY-dir, 3. Kərtənkəliyə baxıram, bəli, bu da dişisi XY-dir, 2. Orangutana baxıram, erkək XY-dir, spermatozoidi hərəkətlidir. Meyvə milçəkdə bizi kimidir, erkək XY, dişi XY. Bunu da çıxıram. Deməli, bu da oldu D bəndi, 2 ilə 3. İnsanda A plus B ifadəsini, qiymətini hesablayın. Somatik hüceyrə sayı 50-dir. Cinsiyyət xromosomlarının sayı X-dir. Baxın, hərəsində somatikdə 2 dənə cinsiyyət xromosomu var. 50-ni vururam 2-yə, X-ə tapıram 100. X-i tapdım 100. Atom xromosomlarının sayı. Atom xromosomlarımın sayı da somatik hüceyrəm 50-dirsə, ikisini çıxıram. Yerdə qalan 48 olur atom. Yəni, mənim burada A-m oldu 48. İndi baxıram ki, aşağıda Y-də cinsiyyət xromosomun verib 50. Bir dənə somatik hüceyrəmdə 2 dənə cinsiyyət var. 50-ni bölürəm 2-yə, tapıram ki, somatik hüceyrəmin sayı 25-dir. Atom xromosomlarımın sayı... Biz burada nəyə səhv getdik? Çünki 23, 48-in də 25-dən ikisini çıxanda 23-ü qalmır. 48-in də 23-ə nisbəti ola bilməz axı. Bir də baxım. Somatik hüceyrə sayı verib 50. Cinsiyyət xromosomunun sayı verib insan üçün. Üzərlə səbələyin. İnsanı buradan niyə oxumuram? İnsanda bir somatik hüceyrəsində 2 dənə cinsiyyət var. Bəli, cinsiyyəti düz tapdıq. 100-2. Somatik hüceyrəsi 50-dir. Bizim bir dənə somatik hüceyrəmizdə, yəni 46-nın ikisi cinsidir. Yerdə qalan 44 olur atom. Məndə də bir dənə yox, 50 dənə verib. 50-ni vuracam 44-ə. Tapacam A oldu 2200. Bunu buradan yazdım. İnsanı bayaq orada fikir verməmişəm. Sonra aşağıda baxıram, cinsiyyət hüceyrəsini 50 verib. Deməli, bir dənə somatikimdə 2 dənə cinsiyyətim var. 50 dənə cinsiyyətim 25 dənə somatikimdə olacaq. Bir dənə somatikimdə 44 atom var. 25-də vururam 44-ə. Burada da tapıram 1100 atom. Məndə də A-nın B-yə nisbəti. Yəni 22.000-in 1100-ə nisbəti. Sıfırlar gedir. Bu da qalır 2-yə. Yəni 22.000-in 1100-ə böləndə qalır 2. Bu da elədi A variantı. İnsan hüceyrəsinin hansı orqanoidində cinsiyyət hormonlarının sintezi gedər? Cinsiyyət hormonları lipid mənşəlidir, yəni yağ. Bu da Golgi kompleksində gedə bilər. E variantı.
Özündə 320 kilojul enerji saxlayan ATF molekulunda azot əsası, pentoza və fosfat. Bir ATF-də bir dənə azot əsası var, bir dənə pentoza var, 3 dənə də fosfat var. Nə eləyir? 3-ün üzərinə 1, 4, 4-ün üzərinə 1, 5. 5 dənə olanda bunun cəmi özündə 80 kilojul ATF saxlayır. Çünki ATF-də 3 dənə bax belə fosfatı var. Bunun ortasında da 2 dənə makrogedik rabitə var. Hərəsi də 40 kilojul. Eləyirmi 80? Bəs 320 kilojul olanda bu azot əsasının, pentozanın, fosfatın cəmini eləyir. 5-i vururam mən buradan 320-yə, bölürəm buradan 80-ə. Bu da eləyir 20. B variantı. Hansı canlının skeleti viruslar tərəfindən zədələnə bilməz? Hansı olacaq? Xitinlə örtülmüş. Xitinlə örtülən hansıdır? May böcəyi. B variantı. DNT molekulunda adenin nukleotidi minimum neçə növ nukleotid ilə birləşmə əmələ gətirə bilər? Bir növ. İndi siz hardan aldınız onu müəllimə? Bax, zəncirin ya əvvəli demirim, ortası deyim. Ortada adenin olanda minimum neçə növ nukleotidlə deyir. Yuxarıda da adenin olmalıdır. Aşağıda da adenin olmalıdır. Adenin adı elə adenindir, onu götürməyəcəm. Bunun komplementarı olsa da timindir. Mənə zəncirdə deyir də. Bax, yuxarısını da bir növ nukleotidlə, aşağısını da. Qarşı komplementarı da timinlə qoysam, bu bircə növ nukleotidlə birləşmə əmələ gətirir. İstəyir adenin olsun, istəyir başqa nukleotidlər. Hamısı minimum deyəndə 1 olur. Fototrof bakteriyalardır. Rəng, qırmızı bakteriya, yaşıl bakteriya, siyonobakteriya. 1, 3, 5. Dəmirlə kükürt xemotroflardır. Kimyəvi elementlər. Burada nə deyir? Aşağıda əsasən diploid bir hüceyrədə baş verən meyoz bölünmənin mərhələləri verilmişdir. Məsələn, baxıram ki, bu çoxalma, böyümə, A-ya baxıram, B-yə baxıram, C-yə baxıram. A olacaq meyoz 1, B də olacaq meyoz 2. İndi deyir, buna əsasən fikir və fikirlər doğrudur. Məndən doğruları olanı soruşur. A mərhələsinin sonunda ana hüceyrədə DNT-nin miqdarı artır. A mərhələsinin sonunda, bax, A buradadır. Bəli, özüm də şəkildə baxsam, birinci DNT-lərimə baxıram, sonra baxıram, düzdür. A mərhələsində artıb. Deməli, 1. B mərhələsində homoloji xromosomlar qütbələrə çəkilir. Mən bunu əgər bu formada götürsəm, A mərhələsi yetişmə zonasına girdi. B-ni mən meyoz 1 kimi götürsəm, C də, bax, bunu da meyoz 2 kimi götürürəm. Bax, bu da meyoz 1-dir. Bu da yetişmə mərhələsinə girib. Yetişmənin sonunda və böyümənin, yetişmənin əvvəli deyim də, belə deyim. Böyümə, bax, bu A böyümədir özü, bax, bu. Böyümənin sonunda ana hüceyrədə DNT artır, düzdür. B mərhələsi homoloji xromosomlar meyoz 1 olduğu üçün düzdür, qütbələrə çəkilir. C mərhələsinin sonunda əmələ gələn hüceyrədə xromosom yığımı diploid yox, meyozda diploid ola bilməz, haploid olur. Elə doğrudur, 1-lə 2, C variantı. Doğru fikirləri seçin. Zülal biosintezinin ikinci mərhələsi translasiyadır. Sərbəst amin turşusunun miqdarı azalır, səhvdir, zəncir, zülal sintezi olunur deyə amin turşusunun miqdarı azalacaq, artmayacaq. Ribosom azalır, yox, artır. DNT molekulunun bir zəncirindən komplementarlıq prinsipinə əsasən məlumat sintezi olunur, bu transkripsiyadır, birinci. Suyun miqdarı dəyişmir, artır. Amin turşularda peptid rabitə ilə bağlanır, bəli, zülal əmələ gəlir, Y bəndi. DNT molekulunun müəyyən bir hissəsində nukleotidlərin cəmini N ilə işarə etsək, bir nukleotiddə bir dənə azot əsası, bir dənə karbohidrat, bir dənə də ortofosfat var. Bu üçün də cəmi eləyir 3. Bu da oldu D variantı.